İndi deyəcəksiniz, bu qız bu qədər buzlu suyu neynəyəcək? KFC sulu ilə toyuq edəcəm. Hansı ki, orijinal resepti Amerikada illərdir gizli saxlanılır. Deyəsən, oxşada bilmişəm. Dəqiq resepti açıqlamada qeyd etmişəm. Suya ədviyyatlar və üzüm sirkəsi qatıram. Toyuq tikələrini 1 saat bu suda saxlayıram. Sonra sudan çıxarıb aura kağız dəsmalının üzərinə yığıb, qəşəng suyunu çəkirəm. Yaxşı qurulayıram ki, növbəti etapa hazır olsunlar. Ayrı qabda yumurta ağını çalıb, tikələri yumurta ağına hər tərəfli bulayıram. Vaxtınız olsa 15 dəqiqədə gözlədə bilərsiniz. Ona yenə də ədviyyatlardan qatıb, birazca da yulaf əlavə edirəm. Yulaf toyuğun xırçıltısını artırır. Yumurta ağından sonra toyuğu ədviyyatla bulayıb ehmalca buzlu suya salıram. Bunu 2 dəfə təkrar edirəm. Yenə də una, sonra buzlu suya, sonda ona batırıb tikələri qızartmaya hazır edirəm. Dağ yağı da hər iki üzünü qızardıram. Qızılı rəng alan kimi kağız dəsmalına artıq yağını alıram. Gəlin etiraf edək ki, KFC sulu toyuğa hamımız sevirik. Mən əsas acılı qanadları sevirəm. Bəs siz hansı sularla toyuq qızardırsınız? Rəylərdə hamınızı gözləyəcəm.